Salam, hər vaxtınız xeyir olsun. Əzizlər, mən Fərid Qafarov. Bugün sizinlə dövlət qulluğu üzrə Dövlət İmtahan Mərkəzindən nəşr etdiyi 2024-cü il test toplusundan riyazi əməllər bölməsinin ikinci hissəsinə baxırıq. Üzr istəyirəm, riyazi cədvəllər bölməsinin ikinci hissəsinə baxırıq. Baxaq görək bizə ilk öncə nə veribdi? Bizə verib A plus A bərabərdir Y. Yəni 2A bərabərdir Y. 2B bərabərdir X. 2D də bərabərdir Z. Başqa bizə nə verib? A plus B bərabərdir 8. B plus C bərabərdir 12. Bir də C plus D bərabərdir 19. İkinci burada nə edirik? Buradan bizim A'mız nəyə bərabərdir? 8 çıxart B'yə. Daha sonra biz burada verilmiş bu iki ifadəni sistem tənlik halına salıb aşağıdakı tənlikdən yuxarıdakını çıxsaq C-lər ixtisar edər. Qalar D minus B bərabərdir 19 çıxaq 12, yəni 7. Buradan D'miz bərabərdir 7 plus B-yə. Sonra indi gəlin buradan X-in yerinə 2B yazırım. Z-in yerinə 2D. Minus Y-in yerinə 2A. Bunlardan 2'ni möhtəzi xaricdən çıxartsaq, anlar B plus D minus A. O zaman 2 vuraq, B'nin özünü saxlayarıq, D'nin yerinə yazarıq. 7 plus B minus möhtəzidə A'nın yerinə yazarıq 8 minus B. Möhtəzəni bağlayarıq. Bu da bərabər 2 vuraq, B ilə B eləyər 2B plus 7 minus 8. Möhtəzənin qabağında minus var deyim, bu minus olacaq plus B. Bu da bərabər nəyə? 2B ilə B elədi 3B, 2'yə vuranda eləyəcək 6B. 7-dən 8 çıxanda mənfi 1, 2'yə vuranda eləyəcək mənfi 2. Cavabımız olacaq 6B çıxaq 2, yəni Y variantı. Bu sualımıza baxaq, bizə nə verib buradan? A plus C bərabərdir 2B plus 1'ə. 2B də buradan bərabərdir 2C plus 4'ə. Daha sonra C plus B də bərabərdir A-ya. Bu ifadədə hamısını 2'yə bölərik. Qalar nə? B bərabərdir C plus 2. Gətirib indi yuxarıda A'nın yerinə və yaxud da ki A'nın yerinə orada yazmayaq. Gəlin burada B'nin yerinə C plus 2 yazaq. C plus 2 bərabərdir A-ya. Bu da nə edir? 2C plus 2 bərabərdir A-ya. Gətirib A'nın yerinə burada 2C plus 2 yazarıq. B'nin yerinə də C plus 2 yazarıq. A'nın yerinə 2C plus 2 plus C bərabərdir 2 vuraq. B'nin yerinə yazacaq? C plus 2. 2 plus 1. Buradan 2C ilə C elədi. 3C plus 2 bərabərdir 2C plus 2 dəfə 2 4 plus 1 5. 3C'dən 2C çıxanda qalacaq C, 5'dən 2 çıxanda eləyəcək 3. C'miz 3 isə o zaman A'mız bərabərdir 2C, yəni 2 vuraq 3 plus 2 o eləyir 8. B'miz də bərabərdir C plus 2, yəni 3 plus 2 5'ə. Bizdən bunların hasilini soruşur. A'mız oldu 8. B'miz oldu 5. C'miz de oldu 3. 8 ve 5 40. 3'ü de vurarıq edər 120. Biraz çətin tiplidir, amma o qədər də çətin deyil. Deməli bizə burada nə veribdi? X plus Y bərabərdir 2 köşdə 3'ə. Y plus Z bərabərdir 3 köşdə 3'ə. Daha sonra Z plus X da bərabərdir 7 köşdə 3'ə. Buradan belə eləyə bilərik. Bunların hamısını tərəf-tərəfə toplasaq, eləyəcək 2x plus 2y plus 2z bərabər neçə? 2 köşdə 3, 3 köşdə 3, 5 köşdə 3 plus 7 köşdə 3 eləyəcək 12 köşdə 3'ə. Hamısını 2'yə bölərik. X plus y plus z bərabərdir 12 köşdə 3'ə 2'yə bölünəcək 6 köşdə 3. Baxın, X-in Y-in yerinə 2 köşdə 3 yazsam. Z onda neçəymiş ki, biz onu toplayan 6 köşdə 3 olaq. Deməli, Z bərabərdir 4 köşdə 3'ə.
Sonra diqqətlə bura baxın. Deməli, y plus z-in yerinə mən 3/3 yazsam. Onda x-imiz də 3/3 imiş ki, toplayanda alaq 6/3. Daha sonra bir dənə qaldı. Y-imiz buradan eynilik. Diqqətlə baxsınız bura. X plus z-in yerinə gətirib 7/3 yazsaq. İndi diqqətlə baxanda x plus z 7/3-sü, onu deməli y-imiz nəyə bərabərdir? -/3-ə bərabərdir ki, 7/3-dən -3 çıxaq qalsın 6/3. Bizə nəyə soruşur? Bunların cəminin kvadratını. X-imiz 3/3-dür, y-imiz -3/3. Bunları toplayın dedik 2/3. Üzərinə də 4/3 üzərində edəcək 6/3-ün kvadratı. Bu da nə eləyir? 36 vuraq 3, yəni 108. Sualımıza baxaq. Deməli, bizə nə verib? A, B, C sıfırdan böyükdür. O zaman A vuraq B bərabərdir C kvadrat. C vuraq C də bərabərdir 36-ya. Buradan C-imiz bərabərdir avtomatik 6-ya. Onda A vuraq B də bərabərdir 6-nın kvadratı, yəni 36-ya. Bir də bizdə nə var? A vuraq B, A plus B bərabərdir 13. Baxın, bunu iki həll yoluna eləyə bilərsiniz. Sadəcə vaxt göstərəcəm. Birinci həll yolu odur ki, o hansı iki rəqəmdir ki, bir-birinə vuranda 36 eləyir, toplayanda 13. Bu 4 ilə 9-dur. Bəs digər yol hansıdır? Əgər siz o rəqəmləri görmüşsünüzsə, onda A buradan nəyə bərabərdir? 13 çıxaq B-yə. A-nın bu qiymətini gətirib burada yerinə yazarıq. B vuraq 13 çıxaq B bərabərdir 36-ya. Burada avtomatik anlatır kvadrat tənlik. Yəni 13B minus B kvadratı bərabərdir 36-ya. Buradan da B kvadrat minus 13B plus 36 bərabərdir 0. Bunun diskriminantını tapıb həll edirsə, amma bu çox uzun gedir. Ona görə biz nə edirik? Aynen B-nin yerinə qiymət yazırıq. A-mız 4, B-miz 9 ola bilər və yaxud da ki, A-mız 9, B-miz 4 ola bilər. Bizdən nəyə soruşur? Şərt edib ki, A B-dən böyükdür. Deməli, onda A 9-dur, B 4. Onda 9 minus 4 plus 6. Bu deyəcək 11. Cavabımız olacaq 11. Yəni, eyni tip deyil, hamısı sıfırdan böyükdür. Deməli, buradan A vuraq, A bərabərdir B-yə. Yəni, B bərabərdir A kvadratına. A vuraq C bərabərdir 16. C kvadratda bərabərdir 16B-yə. Baxın, buradan diqqətlə. B-nin yerinə A kvadratı qoya bilərik. Onda C kvadrat bərabərdir 16 A kvadratına. Mən buradan 16-nı yazıram 4-ün kvadratı A-nın kvadratı. Bu kvadratda gedir, C bərabərdir 4-ə alarıq. C-nin yerinə gətirib 4-ə yazsaq, alacaq A vuraq 4-ə bərabərdir 16-ya. 4 kvadratını belə yazaram. 2-nin kvadratı A-nın kvadratı bərabər 4-ün kvadratına. 2-lər ixtisar gedər. 2A bərabər 4 alarıq. A da buradan bərabərdir 2-yə. A 2 olandan sonra 2-nin kvadratı B olacaq 4. A2 B4. C də nəyə bərabərdir? 4A-ya. Yəni 4 vuraq ki, eləyəcək 8. Bunların da cavabı eləyəcək 14. Sualımıza baxaq görək bizə nə verib? Bizə verib A vuraq. A bərabərdir C plus 2-yə. Yəni A kvadrat bərabərdir C plus 2. Sonra A vuraq B də bərabərdir 22 minus C-yə. A vuraq B də bərabərdir 22 minus C-yə. Bir də bizə burada nə verib? A plus B bərabərdir 8-ə. A plus B bərabərdir 8. Burada biz bunları tərəf-tərəfə toplasaq, birincini, ikincini. Alarıq A kvadratı plus A vuraq B bərabərdir. Baxın, müsbət C ilə mənfi C-nin toplamı 0 edir. 2 ilə 22 eləyəcək 24. Buradan A-nı ortaq vuruq kimi çıxardarıq. Qalar A plus B bərabərdir 24. A plus B-nin yerinə 8 yazarıq. Yəni 8A bərabərdir 24-ə. A da bərabərdir 3-ə. A3 olandan sonra buradan biz digərlərini tapa bilərik. A3-də deməli B5-dir. Onda bizdən soruşur. 5-in kvadratı çıxaq 3-in kvadratı. O dediyin 16. Sualımıza baxaq. Bizə verib nə? A plus B bərabərdir 5-ə.
Daha sonra A plus C bərabərdir 3 və B plus C bərabərdir 4-ə. İndi buradan diqqətlə baxaq, görək ABC-ni tapaq birinci, sonra digər cədvələ baxarıq. Bunların hamısını tərəf-tərəfə toplayanda 2A plus 2B plus 2C bərabərdir 12-yə. Hamısını 2-yə böləndə A plus B plus C bərabərdir 6-ya. A plus B-nin yerinə 5 yazsam, onda C olacaq 1. B plus C-nin yerinə 4 yazsam, onda A olacaq 2. A plus C-nin yerinə 3 yazsam, B olacaq 3. Bunu tapdıq. İndi ikinci cədvələ baxın, bizə nə verib? A vuraq B x plus y-ə bərabərdir. Sonra B vuraq C bərabər y plus z-ə, bir də A vuraq C də bərabərdir x plus z-ə. A vuraq B, yəni 2 vuraq 3 eləyir 6. Deməli, x plus y bərabərdir 6-ya. B vuraq C, yəni 3 vuraq 1 bərabərdir y plus z-ə. Sonra A vuraq C, yəni 2 vuraq 1, 2, x plus z bərabərdir 2-yə. Bunların hamısını tərəf-tərəfə toplasam 2x plus 2y plus 2z alarıq. Bu da bərabərdir 11-ə. Hamısını 2-yə bölərəm. X plus y plus z bərabərdir 5,5-ə. A variantı. Digər sualımıza baxaq. Bizə P plus R 7 verib K eleminin cəmliyi soruşur. Yazıq P plus K bərabərdir 5. K plus, buradan diqqətlə baxın, K plus R-ə də yazarıq 8. R bərabərdir 8-ə. Biz bunları tərəf-tərəfə toplasaq, P plus R plus 2K bərabərdir 13-ə. Gətirib P plus R-in yerinə 7 yazsaq, 7 plus 2K bərabərdir 13. Buradan 2K bərabərdir 13 çıxaq 7, 6 eləyir, K da bərabərdir 3-ə. K-in 3 olduğunu tapdıqsa, onda P-miz bərabərdir 2-yə. P2-dir, K3-dür. Bizə lazımdır L, M, N tapmaq. P2-dirsə, L onda 6 olmalıdır ki, toplayanda 8 verək. P2-dirsə, M olmalıdır, 1 toplayanda 3 versin. P2-dirsə, N olmalıdır, 4 2 toplayanda 6 versin. 3, 6, 1, 4-ün cəmini soruşur bizdən, bu da eləyir necə 14. Deməli, bizə verib A plus B bərabər 12, A plus C bərabər 9 və 2C bərabərdir B plus 1-ə. Gəlin, baxaq, gördük, buradan hansı əvəz etməni apara bilərik. Bunlar tərəf-tərəfə çıxsam, A-lar ixtisar gedir, alınır B çıx C bərabərdir 12 çıxaq 9, yəni 3. Buradan B nəyə bərabərdir bəs? 2C minus 1-ə. Gətirib B-nin qiymətini burada yeni yazaram. 2C minus 1 minus C bərabər 3-ə. Buradan C bərabər 4-ə. C 4 son 2 dəfə 4, 8 çıxaq 1, B olacaq 7. B 7-dirsə, onda ad olur 5. Alaraq 5 plus 7 plus 4. Bu dediyim necə? 16. Keçək bu sualımıza baxaq. Bizə verib nə? A vuraq B bərabər 108. A vuraq C bərabərdir 135. B vuraq C bərabərdir 180. Bunları necə həll edə bilərsiniz? Bunlarda bu tip suallarda yerinə rəqəm qoymaq daha yaxşı. Çünki A vuraq C 135-dirsə, deməli C buradan neçə ola bilər? C 15 ola bilər, A ola bilər 9. 9, C 15. Yuxarıda yerinə qoyaq görək. A 9 olsa, B olmalıdır 12. İndi yuxarı aşağıda B 12 olsa, C də olmalıdır 15. Görürsünüz, hamısı ödənmiş oldu. Bunların da cəmi eləyəcək necə? 36. Yəni bunu tənlik üsuluna keçməyin. Çünki tənlik üsuluna keçsə daha özünüz çətin salmış olacaqsınız. Yəni bizə nə verib? A kvadrat bərabərdir C-yə. Bir də bizə verib A vuraq B bərabərdir 3C-yə. Gətirib buradan C-nin yerinə A kvadrat yazarıq. A vuraq B bərabər 3A kvadratına. Bu
A ilə A-nın biri gedər, B bərabərdir 3A alarıq. Bizə onu şərt verib də burada A plus B 16. B-ni yenə 3-ə qoyarıq. Bərabər 16, 4A bərabərdir 16, A da bərabərdir 4-ə. A 4-ə bərabərdirsə, o zaman 4-ün kvadratı C də bərabərdir 16-ya. Doğrudur mu? Doğrudur. Cavabımız olacaq 20. Keçək digər sualımıza baxaq. Belə bir yenə cədvəlimiz var. Nə verib bizə? İlk öncə ona baxaq. Deməli, bizə veribdir 2B bərabərdir C-yə. Buradan yazarıq. 2C də bərabərdir A plus B-yə. A plus B-yə. Bir də bizə verib ki, B kvadrat bərabərdir A-yə. Yəni, A bərabərdir B kvadrat. Gətirin burada A-nın yerinə B kvadrat yazaq. C-nin də yerinə 2B yazaq. Onda 2 vuraq 2B bərabərdir. Nəyə? A-nın yerinə B kvadrat plus B-yə. Burada olaraq 4B bərabərdir B kvadrat plus B. 4B-dən B çıxanda eləyəcək 3B bərabərdir B kvadratına. B-lər ixtisar gedər. B bərabərdir 3 taparıq. B 3-sə, onda C bərabərdir 6 olur. Çünki 2 vuraq 3 C-yə bərabərdir. A nəyə bərabərdir? B-nin kvadratı, yəni 3-ün kvadratı 9 eləyir. 6 vuraq 9 eləyəcək 54. Baxarıq bu sualımıza, burada kök 6 var deyən bəzi tələbələr biraz çətin çəkir, amma heç bir problem yox. Deməli, kökün altında A plus B bərabərdir 2 kökdə 3-ə. Kökün altında A plus C, eyni şeydir, balaca böyük yazmaq. Bərabərdir kök altında 14-ə, bir də kökün altında B plus C bərabərdir adi 4-ə. Bunların hər tərəfini kvadratda yüksəldərik. Hansında kökdən az etmək üçün. Onda olaraq A plus B bərabərdir 2 kökdə 3-ün kvadratı nədir? 2-nin kvadratı kökdə 3-ün kvadratı. 2-nin kvadratı 4 eləyir. Kökdə 3-ün kvadratı 3 eləyir. 4 dəfə 3 eləyir 12. A plus C bərabərdir 14. B plus C də bərabərdir 16-ya. Hamısını tərəf-tərəfə toplayanda 2A plus 2B plus 2C 12-yə 14 eləyir. 26 plus 16 eləyəcək 42. Tərəf-tərəfə bölərik. A plus B plus C bərabərdir 21. A plus B nəyə bərabərdir? 12-yə. Deməli, onda C 9-dur. B plus C nəyə bərabərdir? 16-yə. Deməli, onda A 5-dir. A plus C 14-sə, deməli, B də 7-dir. Bunların hansını soruşur bizdən? 7 dəfə 9 elədi. 63, 63-də 5 alanda eləyəcək 315. Sualımıza baxaq, bizə nə veribdir buradan? A plus C bərabərdir B plus 10-a. Yəni, A plus B də bərabərdir 18-ə. Sonra bizə nə verib? A vuraq B bərabərdir 3 vuraq B vuraq C. Buradan B-lər avtomatik ixtisar gedir. A bərabərdir 3C. Bir də B kvadratı bərabərdir 3A-ya. Yəni, B vuraq B bərabərdir 3A-ya. Bərabərdir 3A-ya. İndi bizə nəyi soruşur? B-ni soruşur. Deməli, nə edəyərik? A-nın bu 3C qiyməti buraya yazsaq. Olar? Olar. Və yaxud da ki, A-nın 3C qiymətini gətirib buraya yazıram. B kvadrat bərabərdir 3 vuraq 3C. Buradan nə? B kvadrat bərabərdir 9C. Bunu saxlayaq özümüz üçün. İndi baxaq görək, biz burada hansı əvəzləmələri aparmalıyıq ki, cavabımız tapaq. Deməli, biz burada nə edə bilərik? A-mız 3C bərabərdir. 3C plus B bərabərdir 18-ə. Bunu yazsaq. 3C plus B bərabərdir 18. Bir də yuxarıda A-nın yerinə burada 3C yazarıq. 3C plus C eləyir 4C. Bərabərdir B plus 10-a. Bunları tərəf-tərəfə toplayarıq. 3C 4C elədi 7C. Bərabərdir. B ilə B 7C plus B bərabərdir 18 plus 10 28 plus B-yə.
B'ler ixtisacıdır. 27 S bərabərdir 28. C bərabər 4. C 4 ise onda B kvadrat bərabərdir 4 vuraq 9'a o deyir 36. 36 6'nın kvadrat gedər B bərabərdir 6 alarıq. Biraz çətin tipli suallardır, amma bunlara uyğun suallar qəbul imtahanı düşür dövlət qulluğu. A plus A B üstü 4'e bərabərdir. Yəni 2A bərabərdir B üstü 4'e. A kvadratı 2C'ye bərabərdir. A kvadratı bərabər 2C. A vuraq B də bərabərdir C vuraq C bölü 2. Burada hansı əvəzləmələri apara bilərik ki, biz AC-ni tapaq, A plus C-nin cəmini tapaq. Deməli, bizim burada C-miz nəyə bərabərdir? A kvadratı bölü 2'ye. Gətirib C-nin qiymətini burada yazaq. A vuraq B bərabərdir. A kvadrat bölü 2 odur bölü 2. Sonra burada biz hansı əvəzləməni apara bilərik? Bu 2 düşər aşağı, buradanlar A kvadrat bölü 4. Bu A'nın birindən bu A gedər. B bərabərdir A bölü 4 alarıq. İşte B'nin yerinə A bölü 4 yazsaq burada. Alarıq 2 A bərabərdir. A bölü 4'ün üstü 4. Buradan 2A bərabərdir. A üstü 4 bölü 4 üstü 4 eləyir 256. A'nın birindən bu A gedər. 2'nin 256 var. 512 eləyər bərabərdir A kubuna. Nəyin kubu 512'dir? 8'in. Deməli A bərabərdir 8'e. A 8'dir qalıb C'ni tapmaq. C'miz də bərabərdir nəyə? C'miz də bərabərdir A kvadrat bölü 2'ye. Yəni 8'in kvadratı 64 bölü 2'ye. O deyir 32. Cevabımız olacaq 40. Sonra qalıb bizim 3 tane sualımız. Onlara da baxaq. Bir yine kök altında verilibdir. Deməli kökün altında A plus B bərabər 2 kökdə 6'ya. Bunlar birbaşa kvadratda yüksəldirəm. Alınır A plus B bərabər 2'nin kvadratı 4 vuraq 6 yəni 24. Sonra bir de kökün altında A plus C. Onu da buradan yazaq. 3 kökdə 2 yazıblar. Bunda kvadratda yüksəldənin hər tərəfini alınacaq. A plus C bərabərdir 9 vuraq 2 yəni 18. Bir de bizə nə verib burada? Kökün altında B vuraq C bərabər 4'e. Kökün altında B vuraq C bərabərdir 4. Onda yenə hər tərəfini kvadratda yüksəldərik. Alaraq B vuraq C bərabərdir 16. Sualımız deməli ki, həll oldu. Bu iki ifadənin tərəf-tərəfə çıxanda A çıxaq A gedir, B çıxaq C 24'dən 18 çıxan eləyir 6. Hansı iki rəqəmi ki, bir-birindən çıxanda 6 eləyir, bir-birinə vuranda 16 eləyir. Bu 8 ilə 2'dir. B8 A2. C2 üzr istəyirəm, bizdən A'nı soruşur. C'miz 2 isə, A'nın üstünə 2 gəlib 18 alıbsa, deməli A bərabərdir 16'ya. Baxaq ki, çox sadə bir sualdır bu. Demək, C plus A bərabərdir 10'a. Bir de D plus A bərabərdir 11'e. Verilənləri biz burada hamısını yazarıq. Sonra bizə verib C plus B bərabərdir 11. D plus B bərabərdir 12. Bizdən nəyə soruşur? C plus D çıxaq A plus B. Biz deməli buradan ABC-ni tapmalıyıq. ABC-ni biz buradan hesab edərik. Baxın, A vuraq C-ni 24 verib. Bunu yazırım sağ tərəfdə. Sonra C vuraq B-ni də 30 verib. Diqqət edin, hansı iki rəqəmdir ki, toplayanda 11 eləyir. Bir-birinə vuranda 30 eləyir. Bu 5 ilə 6'dır. C olur 6, B də olur 5. Tapdıq. C 6 olan A olur 4. A 4 olan da D olur 7.
D 7 onda B də oldu 5. Gətirib yerinə yazarıq. C-ni tapdıq. 6 plus D, yəni 7 çıxaq A plus B. A-nı neçə tapmışdıq? 4 plus B-də tapdıq 5. 13 çıxaq 9 eləyəcək 4, yəni B variantı. Sonuncu sualımızdır. Riyaziyyatda bölməsən sualın topludakı deməli A vuraq B bərabərdir 2C-yə. Bir də A vuraq C bərabərdir B kvadrat verib. Buna gəlin tərəf-tərəfə bölək görək nə verir? Kəsir xətt çəksəm alırıq. B bölək C. 2C bölək B kvadrat. Bunları çarpaz vurarıq. B kubu bərabərdir 2C'nin kvadratına. Onda buradan taparıq ki, B kubu bölək C kvadratı bərabərdir 2. Bizdən elə onu soruşur. Oldu ki, suallarımızın izahı bu qədər. Bu videolara mütləq şəkildə baxın, çünki dövlət qulluq qəbul imtahanı düşmüş suallardır.